Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda e, Time sınaq toplusundan zoologiya bölməsinə aid olan birinci sınağın testlərini izah verəcəyik. Başlayaq birinci sualdan. Burada bizə deyir ki, həlqəvi qurdlarda skelet rolunu oynayır. 7-ci sinif kitabında da belə bir cümlə keçir ki, daxili orqanların boşluğunda yerləşən maye neyniyir? Skelet rolunu oynayır. Konkret olaraq bu cümlə 7-ci sinif dərsliyində keçir. Ona görə birinci sualın cavabı C bəndi olacaq. İkinci sualda çay xərçəngi hər şey yeyən heyvanlara aiddir. Cavabımız B bəndi olacaq. Yalnız bitki ilə qidalanmır, yalnız deyək ki, heyvanla qidalanmır, yəni ancaq yırtıcı şəklini də götürə bilmərik. Həm bitki, həm heyvan qidası ilə qidalandığına görə hər şey yeyən bir canlı kimi qəbul edirik çay xərçəngini. Üçüncü sualda, bir doğru fikri seçin. Doğru fikri seçin. Quşlarda mədəciyin birinci hissəsi çay xərçənginin mədəciyinin birinci hissəsi ilə analoqdur. Yəni eynidir. Quşlarda mədənin birinci hissəsi vəzli mədədir. Kimyəvi həzm gedir. Amma xərçəngimlərdə mədənin birinci hissəsində isə xitindikçiklər olur. Mexaniki həzm gedir. Analog ola bilməz. Qaraciğer sorğusunda quyruqlu sürfədə olan sormat sayı öküz sorterinin yetkin fərdində olan sormat sayına bərabərdir. Xeyr. Quyruqlu sürfədə 2 sormac, öküz sorterində isə 4 dənə sormac olur. Bütün qurdlar yalnız yetkin fərd mərhələsində çoxalır. Xeyr, qaraciyər sorğusudur, exinokokdur, sürfə mərhələsində belə çoxala bilir. Neştərçənin dəri örtüyü tək qatlı epiteldən ibarətdir. Bəli, doğru bir fikirdir. Qan damar sistemi olan heyvanlarda tənəffüs sisteminə mütləq rast gəlinər. Qan damar sistemi varsa tənəffüs sisteminə mütləq rast gəlinər. Xeyr. Məsəl üçün, həlqəvi qurdlarda çox ucanı götürək. Məsəl üçün, qan damar sistemi var, amma tənəffüs sistemi yoxdur. Ona görə bu da səhv fikirdir. Dördüncü suala gəlirik. Dördüncü sualda deyir ki, X və Y təyin eləyin. Çöl güvərçində yumurtalıq sayı bir dənədir. Toxumluq sayı 2 dənədir. İnsan asqarında yumurtalıq sayı 2 dənədir. Toxumluq sayı 1 dənədir. Onda x bərabərdir. Ya 2a-ya, ya da elə b-nin özünə. Y də bərabərdir. Ya a-nın özünə, ya da b bölünsün 2-yə. Görək uyğunluğu tapaq. X-a 2a və yaxud da b olanlar uyğun gəlir. Y-ə də A uyğun gəlir və B bölünsün 2 uyğun gəlir. Cavabımız C bəndi doğru bir fikirdir. Beşinci sual. Nə üçün gəmicilərdə cütləşmə prosesi yaz, dırnaqlı heyvanlarda isə payız fəslində təsadüf edir? Çünki bax bu cümlədə 7-ci sinif dərsində elə keçmişdi. Gəmicilərdə boğazlı dövrü qısa olur, dırnaqlılarda isə nisbətən uzun olur. Ona görə onlarda payız dövründə təsadüf edir cütləşmə dırnaqlı heyvanlardan ki, əlverişli şəraitdə balalarını dünyaya gətirsinlər. Cavabımız B bəndi olacaq. 6-cı sualda verilən əlamətlərdən hansı suda yaşamaqla əlaqədar məməlilərdən yaranmış uyğunlaşmalara aid deyil? Bədəndə qalın piy qatının inkişafı doğrudur. Ətrafların üzgəcilərə çevrilməsi bu da doğrudur. Bədən formasının axınlı olması balıqlarda olduğu üçün bu da doğrudur. Ətrafların kürəyə çevrilməsi bu da doğrudur. Gözlərin, qulaqların, quyruqların qalıq halda olması xeyr. Bax bu səhvdir. Cavabımız Y bəndi olacaq. Sxemaya əsasən X və Y tapın. Xərçəngin yermə ayaqlarının sayı 10 dənədir. Yeriməyə xidmət edən desəydi, qısqacları saymayacaqdıq, 8 dənə götürəcəkdik. Hörümçəyin ətraflarının sayı, hörümçəkdə ətraflarının sayı 8 dənədir. 8 dənədir. Bu eni gətirib burada Y bəndindəki 4 endəki eni yerinə qoysaq, 4-ü 10-a vurub 5-ə bölsək eləyəcək 8. Y onda olur 4 n bölünsün 5. Arada gözlərin sayı da 5 dənədir.
Onda bu da olur n bölünsün 2. Yani cevabımız Y bəndi olacaq. Onu 2'ye böləndə 5 edir. 8-ci sualda dizenteriya demək X-dən iqliqin yerini səhv yazılır burada. 7-ci sualda. Diqqət eləmədim. X n bölünsün 2'dir, Y 4n bölünsün 5'dir. Yəni bunun nə əhəmiyyəti var ki, o tərəf bu tərəfdə verirlər adam çaşdırmaq üçün. 8-ci sualda dizenteriya amöbü adi amöbdən fərqlənir. Yalançı ayaqları uzundur, adi amöbdə uzundur. Dizenteriya da qısa olur. Sista mərhələsində çoxalması ilə sista mərhələsində çoxalması ilə bu qalsın bir dənə. 2 nüvəli olması ilə xeyir, əlverişsiz şəraitdə sistalaşması ilə xeyir, mitoz yolla bölünməsi ilə xeyir. Elə sista mərhələsində dizenteriya amöbü çoxalır da. Yəni 4 nüvəli sistası olur. Sista örtüklərində 8 dənə dizenteriya amöbü başlanğıc götürür. Cavabımız B bəndi. 9-cu suala. Radiolarilərin bəzi növlərinin stoplazmasında yaşıl qamçılılara rast gəlinir. Belə bircə yaşayışın əhəmiyyəti nədir? Əhəmiyyəti nə olacaq? Bu yaşıl qamçılılar simbiyozluq yaradırlar. Bu nədir? 7-ci sinif dərsində çalışmanın içərisində verilib. Həm özlərinə sığınacaq tapırlar radiolarilərin stoplazmasında. Həmçinin də düşmənlərindən müdafiə olunurlar. Cavabımız A bəndi olacaq 9-cu sualda. 10-cu sualda hansı ifadə doğru deyil? Gövşəyənlərin mədəsində simbiyont infizorlar yaşayır. Bu doğrudur. Ot yeyən heyvanlarda olurdu. Simbiyoz şəkildə yaşayan infizorlar və bakteriyalar. 11-ci sinif dərsində 46-cı paragrafda verilib bu. B bəndindədir ki, infizor tərlikdə həm cinsi, həm də cinsi çoxalma prosesi müşahidə edilir. İndi burada bir şey var ki, infizor tərlikdə cinsi çoxalma deyil, cinsi proses gedir. Burada çoxalma olmur. Prosesdir sadəcə, həyat şəraiti dəyişir, konjugasiya. Amma qeyri-cinsi çoxalma var. Infizorlarda nüvə və həzm vakuollarının sayı hər zaman bərabərdir. Hər zaman bərabər deyil axı. Hər zaman bərabərdir, bərabər. 2 nüvəsi var, 2 vakuolu var. 2 nüvəsi var, 2 vakuolu. Sadəcə hər zaman sözünə görə burada qalırıq. Bir dəqiqə qoy bunu saxlayaq. Həzm olunan qida hissəcikləri infizor tərliyin bədəninin arxa tərəfindən tullantı dəliyindən xaric olur. Bu doğrudur. İnfizorların demək qeyri-cinsi çoxalması hər 24 saatdan bir mitoz yolla bölünməsi ilə gedir. Bu doğrudur. İndi burada C bəndinə bir dənə diqqətlə baxaq. İnfizorda nüvə və həzm vakuollarının sayı hər zaman bərabərdir. Hər zaman bərabərdir. Bunu deyə bilərikmi? Yox. Çünki onun çoxalma zamanı nüvəsi itir, konjugasiya eləyən zaman deyək ki, nüvəsi əriyir falan, biri o birisinə qarışır. Yəni yox, bu səhv fikirdir. Elə. C bəndi. Amma mən B-ni də səhv fikir kimi götürərdim. Cinsi çoxalma yoxdur. Bunlarda cinsi proses konjugasiya var idi. İki fikri burada səhv götürərəm mən. 11-ci sualda verilənlərdən neçəsi çəkimlər dəstəsinin nümayəndələridir? Qaya balığı çəkimlərə aid deyil. Fareya çəkimlərə aid deyil. Siyənək aid deyil. Şəmai aiddir. Kilçə aid deyil. Qırmızı balıq aiddir. Cavabımız 2 dənəsi B bəndi. 13-cü sualda hidranın endoderma qatında yerləşən vəzli hüceyrələr hər ikisi də həzmdə rol oynayır da. Vəzli hüceyrə sadəcə hüceyrə xarici, yəni boşluq həzmində, qamçılı hüceyrəsi hüceyrə daxili həzmdə rol oynayır. Y bəndidir bizim cavabımız burada. Çünki vəzli hüceyrələr boşluğa ferment ifraz edir. Bağırsaq boşluğunda həzm prosesi gedir. Amma qamçılı həzm hüceyrələri isə orada parçalanmış qida qalıqlarını
Yalançı ayaqla tutur. Hüceyrənin daxilinə salır və hüceyrə daxili həzmi həyata keçirir. 13-cü sual. Sərbəst həyat tərzi keçirən nümayəndələri yoxdur. Yoxdur. İnfizorların var. Planari zaten sərbəst həyat tərzi keçirir. Həlqəvi qurdların da var. Lent şəkili qurdların, sorucuların, sporluların hamısı parazitdir. Sərbəst həyat tərzi keçirmir. Cavabımız yebəndir. 14-cü sualda. Heyvanlar aləmində qan damar sisteminin təkamülü hansı variantda düzgün verilmişdir? Hansı variantda düzgün verilmiştir? Deməli, birinci qan damar sistemi həlqəvi qurdlarda yaranıb da. Bunların ürəyi olmayıb və qapalı qan damar sistemi olubdur. Sonra ürək əmələ gəlib mollyusklarda açıq qan damar sistemində heyvanlar olub da, yəni. Bu şəkildə. Canlıq cəbr doğru verilir də. Quşlarda yerinə yetirdiyi vəzifə ilə əlaqədar olaraq uyğunluğu müəyyən edin. Döş əzələləri qanadları endirir. Körpücüaltı əzələlər qanadları qaldırır. Qabırğaarası əzələr isə döş qəfəsinin həcmini dəyişir. Yəni cavabımız burada D bəndi olacaq 15-ci sualda. 16-cı sualda. Çin qurşağında olan sümüklərin növ sayı hansı sırada düzgün göstərilmişdir? Növ sayı. Tritonda 4 dənədir. Qarğa da 3 dənədir. Yarasada insanda olduğu kimi 2 növdür. Yexidnada quşlarda olduğu kimi 3 növdür. Atda 1 növdür, yalnız kürək sümüyü. Demək, indi baxaq. Burada A böyükdür. B bərabərdir C-dən. O böyükdür D-dən, o da böyükdür Y-dən. Cavabımız elə nə olacaq? A bəndi olacaq 16-cı sual. 17-ci suala gələndə. Hansı fikir doğrudur? Tam çevrimlərlə inkişaf edən həşəratların sürpə və yetkin fərdlər arasında rəqabət daha güclü olur. Xeyr, daha az olur. Tam çevrimlərə gedən inkişaf təkamülcə daha qədimdir. Təkamülcə daha qədimdir. Xeyr, natamam çevrilmə daha qədim olar, sonra tam çevrilmə yaranar. Baxanda. Ha, düzdür. Tam çevrilməyə gedən inkişaf həşəratın müxtəlif mərhələlər arasında rəqabəti zəiflədir. Tam çevrilməyə gedən inkişaf həşəratların müxtəlif mərhələlər arasındakı rəqabəti zəiflətmək üçündür. Bəli, doğrudur. Cavabımız C bəndidir burada. Tam çevrilmə ilə gedən inkişafın üstünlüyü ondan ibarətdir ki, yaranan fərdlər ətraf mühit şəraitinə daha dözümlü olurlar. Yəni bununla əlaqəsi heç yoxdur. Heç yoxdur. Yəni necə deyək, orada qorunmasız pulp mərhələsi falan var. Necə dözümlü olsunlar ki, deyək ki. Tam çevrilmə zamanı həşəratlar 3 mərhələdə inkişaf edir. Xeyr, 4 mərhələdə inkişaf edir. Yumurta, sürpə, pulp və yetkin fərd. Cavabımız C bəndi olacaq. 18-ci sualda. Hörümçəyin zəhəri gürzənin zəhərindən fərqli olaraq ovunun öldürülməsində rol oynamır əslində. Yox, hər ikisində ovunun öldürülməsində rol oynayır. Fərqli olaraq. Tüpürcək vəzirində həmin fenomenləri var. Hə, hörümçəkdə cavabı Y bəndidir burada. Baxın, hər ikisi bədənin ön hissəsində yerləşir. Hər ikisi ovunu öldürür. Bədənin arxa hissəsində yerləşən vəzlərdən ifraz olunur. Hər ikisi tüpürcək vəzlərin şəkil dəyişməsidir. Tərkibində həzm fermentləri var hər ikisində. Çaşdım. Ancaq hörümçəkdə. Hörümçəkdə ancaq həzm fermentləri olur. Hüceyrə xarici həzmi yerinə yetirir. Ona görə. 19-cu sualda. Xaçlı hörümçək və əqrəblərdə cəmi 34 ədəd traxeya,
və 64 ədəd yermə ayağı var. Hörümçəklərdən tor ziyiciklərinin sayını tapın. Bu tip məsələ nə abituriyentə düşən deyil, nə də MİQ-ə düşən deyil. Sistem tənlidir. Hörümçəyi mən göstərirəm say olaraq x-la. Əqrəbi göstərirəm say olaraq y-la. Sayları verməyibdir. Traxeya sayını. Hörümçəkdə 2 dənə traxeya olduğuna görə traxeya sayını 2x göstərdim. Əqrəbdə 8 dənə traxeya olduğuna görə 8x dedim traxeyaya. Yerimi ayağı hər ikisində 8 dənədir. 8 y yazaq. Bura 8x yerimi ayağı bunda, 8y yerimi ayağı bunda. Sistem tənlik edək. 2x plus 8y bərabərdir 34. Bu oldu nə? Traxeya sayı. 8x plus 8y bərabərdir 64. Bu da 20 ayaqları. Aşağılardan yuxarını çıxaram. 8x-dan 2x çıxanda elədi 6x. 8x-dan 8y-dən 8y çıxanda heç nə, 64-dən də 34-ü çıxanda qaldı 30. X da bərabərdir burada 5. X hörümçəyin sayını göstərmirdi bizə. Deyir ki, hörümçəklərdə neçə tor ziyiciyinin olduğunu tapın. 5 dənə hörümçək var, hərəsində 6 dənə tor ziyiciyi olur. 5-i vuracam 6-ya, eləyəcək cavabımız 30. Yəni 19-cu sualın cavabı D bəndi. 20-ci suala gəlirik. Yay yuxusuna gedən məməli heyvan hansıdır? Kirpidir, ayıdır, yarasadır, tısbağadır. Bunlar yarasadır. Bunlar qış yuxusuna gedir. Tısbağa anabiyoz vəziyyətə keçir. Sümbülqıran bəzi gəmiricilərə aid ki, yay yuxusuna gedə bilirlər. 21-ci sual. Ayrı cinsli hidra növlərində payızda maksimum neçə növ hüceyrə müxtəlifliyinə rast gəlmək olar? Demək, dalaycı hüceyrə, dəri əzələ hüceyrəsi, aralıq hüceyrəsi, sinir hüceyrəsi, cinsiyyət hüceyrələrindən də ya yumurta hüceyrə, ya da spermatozoid olacaq. Mən yumurta hüceyrə yazıram. Tutaq ki, ayrı cinsiyyətli olduğuna görə. Vəzli hüceyrə və qamçılı həzm hüceyrəsi. Neçə növ oldu? 7 növ. Cavabımız D bəndi olacaq 21-ci sualda. C bəndi. 7. Oturaq quşlara aiddir. Demək, buradan saxsağan oturan quşdur, oturaq quşdur. Birə aiddir D. Boz qarğa və zağca aiddir köçəri quşlara. 2-yə AB. Qaranquşçu uçub gedən quşlara. 3-də C. D, A, B, C. 22-ci sualın cavabı C bəndi. 23-cü sualda. İki cinsli hidra növlərində yazda maksimum neçə növ hüceyrə müxtəlifliyə rast gəlir? Yazda deyirsə cinsiyyət hüceyrələri əmələ gəlməyəcək, olmayacaq. Olacaq dalaycı hüceyrə, aralıq hüceyrəsi, sinir hüceyrəsi, dəri əzələ hüceyrəsi, vəzli hüceyrə və qamçılı həzm hüceyrəsi. 6 növ hüceyrə müxtəlifliyinə rast gəlir. Yəni D bəndi olur 23-cü sualın cavabı. Planula quruluşuna görə oxşarlıq təşkil edir. Kirpikli sürfəlidə infizor tərliyə oxşayacaq. D bəndi. 25-ci sualda. Müəyyən sayda Nereid və ağ planaridə 48 ədəd göz. Nereid və planari. Sayıları bilmirəm. Birini x götürdüm, birini y götürdüm. Yenə sistem tənliyi də bu. Gözləri Nereiddə 4 dənə göz olur. Ona görə gözün sayı 4x-dir. Planaridə 2 dənə göz olduğuna görə 2y. Lamisə çıxıntılarına gəldikdə isə hərəsində 2 dənə lamisə çıxıntısı var. 2x lamisə çıxıntısı Nereiddə, 2y-də lamisə çıxıntısı planaridə. İndi sistemimizi quraq. 4x plus 2y bərabərdir 48-ə. 2x plus 2y bərabərdir 34-ə. Yuxarıdan aşağını çıxaq. 4-dən
4x-dən 2x çıxanda elədi 2x. 2y-lər bir-birini getdi 0 elədi. 48-dən 34 çıxanda elədi 14. X də bərabərdir 7-yə. Deyir ki, bu heyvanların neçəsində çənələrə malik ağıza rast gəlinir. Çənələr olur nereiddə. Nereidin də sayını zaten biz burada x-la göstərmişik. Demək ki, bizim elə cavabımız 7 olmalıdır. 25-ci sualda A bəndi. 26-cı suala gəlirik. Hörümçəyin ürəyi may böcəyinin ürəyindən fərqlənir. Hər ikisində qarıncıqda yerləşir. Hər ikisində boru şəkillidir. Hörümçəkdə bir kameralıdır. C bəndi doğru bir fikirdir. Həşəratda çox kameralıdır. Vena damarlarının olmaması olsaydı götürə bilərdik. Olmasına görə heç birində vena damarı yoxdur. Cavabımız C bəndi olacaq. 27-ci sualda həlqəvi ayaqsızın yaşayış mühitidir torpaq. 60 sm dərinlikdə yaşayır. Y bəndi. Şəkildə gördüyünüz canlı delfin verib barın həkimlərə aiddir. Hansı fikir doğrudur? Dərsi pulcuqlarla örtülüb xeyr. Dişləri diferensiyasiya etmişdir. Dişlərdə ixtisaslaşma getməyib bunlarda. Qəlsəmələrlə tənəffüs edir, xeyr, məməlidir. Diri bala doğur, bəli. Bədənləri arasında dəri pərdə vardır. Bədənləri arasında dəri pərdə vardır. Bu cümləni heç demək olar ki, başa düşmədim. Cavabımız D bəndidir. Diri bala doğur. Məməli heyvandır, diri bala doğacaq. Ali məməlilərə aid. 29-cu sualda kontur lələklərinin növüdür. Burada ola bilər çalma lələk, sükan lələk və örtük lələk. Cavabımız Y bəndidir. 30-cu sualda məməlilərdə bətndaxili inkişaf zamanı balanın sayı ilk növbədə asılıdır. Balanın sayı ilk növbədə asılıdır. Bədən ölçüsündən asılı olar da, yəqin ki, ilk növbədə. Bədən ölçüsündən asılı olar. Bədən ölçüsü nə qədər böyükdürsə, boğazlıq dövrü bir o qədər uzun olur. Boğazlıq dövrü bir o qədər uzun olur və bu da balanın sayının az olmasına gətirib çıxarır. Cavabımız A bəndi. 31-ci sual. Çənələrin ilk dəfə əmələ gəldiyi onurğalara aid ola bilər. Çənələrin ilk dəfə əmələ gəldiyi onurğalara aid ola bilər. Deyək ki, çənələr ilk dəfə əmələ gəlib balıqlarda. Çənələr. Çin qurşağında 3 sümüyün olması xeyr, balıqlarda 2 kürək, 2 qarğa sümüyü var. 2 cüt sümükdür. Onurğa sütunu 4 hissədən yox, 2 hissədən ibarətdir. Yalnız tək hücrə gəzirlərə malikdir, xeyri cüt hücrələrə də malik olur. Qəlsəmələrlə tənəffüs edir, balıqlarda qəlsəmə tənəffüsü var. İfrazat orqanlarında bir cüt paxla şəkilli böbrəklərin olması, paxla şəkilli yox, lent şəkilli böbrəklərin olması. Bu da səhv fikirdir. Cavabımız D bəndi olacaq. Anodontada sayı 2-yə bərabər deyil. 2 dənə sifon var, giriş-çıxış. 2 börəyi var, 2 qapayıcı əzələsi var, 2 çanağı var. Amma mədəciyi bir dənədir. 33-cü sualda çılpaq, ilbiz və gəmi qurdunun oxşar xüsusiyyəti. Qarnayaqlar sinfinə aiddir, bu çılpaq ilbizə aiddir. Parazitdir, bu da heç bir parazit deyil axı. Bədəni xaricdən kirə çanaqla əhatə olunmamışdır. Bu çılpaq ilbizə aiddir. Gəmi qurduna aid deyil. Bağ və bostan bitkilərinə zərər vurur. Bu da çılpaq bitkisi ilbizə aiddir. Gəmi qurduna yox. İçtaylılar sinfinə aiddir. Bu da gəmi qurduna aiddir. Burada cavab yoxdur. Cavab yoxdur. Məktəb dərsliyinə görə cavab yoxdur. Məktəb dərsini nəzərə almasaq, gəmi qurdunun bəzi növləri var ki, onlarda kirə çanaq olmur. Kirə çanaq olmur. Mən də əsasən məktəb dərsinə görə deyirik, yəni burada doğru fikir yoxdur. 34-cü sualda xeyrisər haqqında verilmiş fikirlərin hansı yanlışdır? Sayı bir cüt olub çənə çıxıntılardır, doğrudur. Əsasında zəhər vəzləri yerləşir, bəli. Əsasən hücumda və müdafiədə iştirak edir, doğrudur.
Qidanın tutulmasında rol oynuyor. Doğrudur. İkinci cüt ağız orqanı olub qidanı araşdırır. Bu pedipalpa aiddir. Cavab Y bəndidir. 35-ci sualda verilənlərdən neçəsi qəlsəmələr vasitəsilə tənəffüs edir? Gəmi qurdu, bəli. Qum qurdu, bəli. Asminoq, bəli. Protey, protey qurda yaşadı, bütün ömür boyu qəlsəmə ilə tənəffüs edir, bəli. Göl bizi ağciyərdir, delfin ağciyərdir. Cavab 4 dənə. C bəndi. 36-cı sual. Əgər həşəratlarda minimum sayda qarıncıq buğumu olsaydı, yəni 5 dənə, onlarda neçə stigma olardı? Hər qarıncıq buğumunda 2 dənə stigma olur, sonuncu istisna olmaqla. Onda qarıncıqda 4 buğumda və həşəratların döş buğumlarından da ikinci, üçüncü buğumda. 2 buğumda da, yəni döş buğumunda. Deməli 4 dənə qarıncıqda, 2 dənə döş buğumunda stigma var və hər buğumda 2 dənə olur. 4-ü üzərinə 2 gəlirik, eləyir 6, vururuq 2, eləyir 12. Yəni 36-cı sualın cavabı A bəndi olacaq. 37-ci sualdır. Soxulcanda qidanın xırdalanması necə baş verir? Soxulcanda ağız boşluğundakı dişçiklər vasitəsilə, dişçik yoxdur axı ağız boşluğundakı, deyək ki, ondan xırdalasın. Uzaqdakı dişçiklər vasitəsilə orada da yoxdur. Çinədanda ferment sintez olunmur. Məddə əzələlər qidanı xırdalayır. Doğrudur. Cavabımız D bəndi. Qidanın xırdalanması mexaniki həzmdir. Orta bağırsaqda fermentlər vasitəsilə götürmək olmaz. Kimyəvi həzmdir. 38-ci sualda. Şirin su hidrasının hansı hüceyrələri hərəkət orqanoidına malik deyil? Aralıq hüceyrələrinə sinir hüceyrələri malik deyil. Cavabımız A bəndi. Qamçılı həzm hüceyrəsində 3 növ hərəkət orqanoidi var. Qamçı, yalançı ayaq, miofibril. Cinsiyyət hüceyrəndə, yumurta hüceyrədə yalançı ayaq olur, spermatozoiddə qamçı olur. Dərəcələrdə miofibril var. Yenə burada dərəcələrdə miofibril var. Cinsiyyətdə yumurta hüceyrədirsə dedik yalançı ayaq, spermatozoid isə qamçıdır. Aralıq hüceyrələrin zaten yoxdur. Cavabımız A bəndi. 39-cu sual. Hansı qurbağalarda ağciyər kapilyarlarının miqdarı çoxdur və nə üçün? Bu quru qurbağalarında olacaq da. Dəri tənəffüsü onlarda tamam, dəri tənəffüsü zəif deyildi də. Amma su hücrələrindən kənara doğru gedə bilirdilər. Çünki ağciyər bükükləri göl qurbağalarında olduğundan daha yaxşı inkişaf eləmişdi. Cavabımız C bəndi. 40-cı sualdır. Göl ilbizinin ağciyərləri nəyin törəməsi hesab edilir? Mantinin törəməsi. Manti büküklərindən əmələ gəlirdi. Cavabımız D bəndi. Həmçinin anadontada falan da qəlsəmə manti büküklərindən əmələ gəlir. Belə, əzizlərim, bu dəfəki test icamımızdan bu qədər. Sağ olun, hələlik.